Sen dünyaya gələndə artıq 93-cü ilin iyunun 24-ü idi. O qədər sevinmişdik ki atamla. Atamız dünyaya gəldi dedik. Şükür Allaha. Uşaq vaxtında çox sakit, böyüyəndə dəcəl, şən, mehriban, ailəmizin son beşiyi, bacısını çox sevən, onu arxada ayaq duran, mən varam, arxandayam deyən bacısının tək qardaşı. Balaca ikən bağça həyatında tədbirin birində Xocalı ilə bağlı şeirlərin, tədbirdən sonra evə gələ-gələ oxuduğun hərbiyə aid mahnıların, Bayatı Şiraz mahnısını eşidəndə mama bax, şəhidlərimizin səsidir. Deməyin yadından çıxmır Cəmil. Həmişə deyərdin 93-cü ilin uşaqları Qarabağ alacaq. Qarabağ məhəbbəti, torpaq sevgisi il-ildən canına, qanına hopmuşdur. Məktəbin də akt zalında şəhidlərlə bağlı tədbirdən fəal çıxışların, Çingiz Mustafayevin kadr arxası reportajı səni düşündürərdi. Görəsən, biz torpaqlarımızı qaytara biləcəyikmi? İl-ildən də düşmənə nifrətin artardı. Sən hamı kimi deyildin, fərqli idin. Bir gün sən mənə, ana, mən kim olacağam? Onda mən dedim ki, sən hərbiçi olacaqsan. Vətəninə, xalqına, dövlətinə sahib çıxacaqsan. Sən isə dedin, sənin üçün hərbiçi, özüm üçün general olacağam. Əsl hərbiçilər hərbini sevməyi bacarmalıdır. Məcburi həyat yoxdur, deyib güldün. 2007-ci ildə Cəmşid Naxçıvanski, 2011-ci ildə Heydər Əliyev adına hərbi instituta daxil oldum. Onda soruşdum ki, Cəmil, çətin deyil ki. Cavabın əsl zabit dözüm, iradə istər. İlk təyinatın Murovdağ istiqamətində çətin relyefli şəraitdən başladı. Hərbi hissədə hamının rəğbətini qazanmışdın. Hamı sənin tağımında, bölüyündə xidmətə can atırdı. Aprel döyüşləri başlayanda da bizə bir söz demədin. Dostların sənin şücaətindən danışanda deyirdim ki, anan ölsün ay Cəmil. Gör nə çətinliklər keçmisən. Amma qəhrəmanımsan. Özüm də bilmədən evimdə qəhrəman Cəmil yetişdirmişəm. Sən kimlə bağlı o qədər xatirələrim var ki. Hansını vərəqləsən, sənlə bağlı xoş xatirələrim yada düşür. Yadıma bilirsən nə düşdü Cəmil? Ali hərbi məktəbi bitirəndə bütün valideynlər kimi mən də təbrikə gəlmək istədim. Dedim, gəlmək istəyirəm. Dedin, gəlmə, hava istidir, əziyyət çəkəcəksən. Gələrəm, evdə təbrik edərsən. Bir də ki, birinci sinif deyil ki. Sonralar çox qorxurdum sənin üçün. Dedim, bəlkə hərbidən çıxasan, çətindir. Cavabın, həyatda hamı üçün çətindir ana. Dedim, qorxuram sənin üçün. Evimizin qabağından yol keçir. Oranı göstərib dedim. Bu yolda nə qədər insan qəzada tələf olur. Allah saxlayanda, qoruyanda da. Heç nə olmaz, narahat olma. Dedim, Cəmil, birdən şəhid olarsan, mən ölərəm. Dedin ki, mübarizin anasından artıq deyilsən. Son dəfə sentyabrın 27-sində səhər 5-də evdən çıxanda arxanca su tökmək istədim. Qoymadım. Təlimdəyəm, ana, axşama qayıdacağım. Sən evdən çıxanda müharibənin başladığını bilirdim. Amma bizlərə, atana, anana heç nə demədim.
Oktyabrın 3-də zəng edib, mama necəsən? Səsim boğuq gəlirdi. Dedim, Cəmil sənsən? Dedin, hə mama mənəm. Dedim, Cəmil cəbhədəsən? Dedin, yox, arxa cəbhədəyəm. Sən demə, Cəmilim Cəbrayıl və Füzuli istiqamətində vuruşurdu. Səngərdən danışırdı son bir şey. Dedi ki, mama, eyvanda Azərbaycan bayrağımızı as. Yanında da bir Türk bayrağı. Astım, çəkdim, göndərdim. Yalnız Oktyabrın 7-sində atası ilə son danışığında ata, dua et ki, əskərlərimə heç nə olmasın. Onlara bir şey olsa, mən onların ailəsinə oğlun şəhid olub kəlməsini deyə bilmərəm. Yaralansa da silahını yerə qoymayan, son nəfəsinə tək vuruşan, məndən qabaq şəhid olmayın deyən komandirim. Axı demişdin gələcəyəm. Gəldin üç renkli bayrağa bükülmüş, ayınla, ulduzunla, çiynine 3 ulduzunla. Mən səni ana laylasıyla yola sala bilmədim. Mən səni bir zabit anası tək yola saldım. Dedim, hünər göstərdin, hünərinə qurban. Vətən dedin, vətəninə qurban. Məndən qabaq şəhid olmayın, haqqımı halal etmərəm kəlməsinə mən anan qurban. Çiynindəki rütbənə, sinəndəki daşıdığın soyadına qurban olduğum Cəmilim, eşidirsən, harda olursan ol, bir gün yanına gələcək. Eşidirsən Cəmil. Bu neçə illər sənsizik. Əslində biz yaşamırıq. Sən qəhrəman olan gündən ruhumuz sənlə getdi. Ay bacısının arxada ayağı. Sən mahnılarda, şeirlərdə, bəstələnmiş notlardasan. Azərbaycanımın himnindəsən, fəxrimizsən, qürurumuzsan, baş leytinantımsan. Həmişə də bir valideyn olaraq sənin ailə qurmağını istəmişəm. Deyirdin ki, tələsmə. Tələsmə ana. Bu torpaqlarımız azad olsun. Sonra birdən mənə bir şey olar. Gözümü arxada qoymaq istəmirəm. Sən məni nəyə hazırlayırdın? Sən məni nəyə hazırlayırdın Cəmil? İndi məndən soruşanda Cəmilin övlad sarı nəyi var? Cavabım, özü silahlı qüvvələrin zabiti, baş leytinant Cəmil Nəcəfov. Böyük oğlun adı Qarabağdır. Ortancıl oğlun adı Vətəndir. Kiçik oğlun adı Cəbrayıldır. O Cəbrayıl ki, canından keçəcək qədər şəhidliyi ucalan Cəmilim. Bugün biz analar oğulsuz qalsaq da, Qarabağda 32 il həsrəti qalmış ocaqların işıqlarını yandırdınız. Vətən uğrunda, ərazi bütövlüyümüzü qoruyan, öz mərdlikləri ilə dünyaya səs salan bütün qəhrəmanlar ölmürlər. Onlar yaşayıb yaşayacaqlar. Mənim Cəmilim də Azərbaycan xalqının qəlbində, ürəklərində yaşayacaq. Ruhun ağ göyərçinə dönüb, Qarabağ səmalarında əbəd ucalacaq. Mənim Cəmilimin qanı ilə suvarılan qara torpağında hər yaz açılan qızıl güllər səndən danışacaq. Sənin ətinlə bəzəyəcək çölləri. Qarabağ anaları səni balaları kimi ağıllarında, laylalarında gecə gündüz oxşayacaq Cəmil. Sənin mübarək adına, ali maqamına həsrətlə boylanacaq. Bu bənövşə ömrü ilə yaşlı müəllimlərə dərs verən, əbədiyyəti qazanan baş leytinant Nəcəfov Cəmil. Şəhidlərə ölü deməyin. Onlar əbədidir. Bu yerdə hamımız susuruq Cəmil. Eşidirsən, susuruq. Çünki bu yerdə Allah danışır. Onun vədidir. Eşidirsən Cəmil. Səndən danışır.